Azərbaycanda ən böyük napor verən pajar maşını gəldi. Yəni 20 atmosfer. Buradan belə tut, bilməm o binanın başına kimi vursun. 20 atmosferlə xüsusi şlanklar gətirmişdilər. Çünki o adi pajarə gedir 10 atmosfer maksimum vururlar. Onun adi şlankları dözür. Xüsusi şlanklar gətirmişdilər bizə ki, o atmosferi uzun yerdən məsələn. Biz yeri qazmışdıq, xüsusi qurğu qoymuşduq ki, o bizim turbanın altının içindən vurmalıydı. Onun ağzını düzəltdirmişdik qabaqcına ki, o pajarın şlankı ora bağlanmalıdır. Cıl istoriya var idi. Məsələn, o kraskanı əmələ gətirmək özü böyük şeydir. Çünki biz qoruğun ərazisində çəkiliş edirdik. Qoruqdan dedilər ki, qardaş, bura bir dənə yağ nöqtəsi zad olmasın. Neft bura düşməməlidir. Vəbşi bizə orada necə qazıntını icazə veriblər, özü böyük fərasətdir. Çünki qoruğun ərazisində qazmaq olmazdı. Onlar dedilər ki, buradan məsələn nələrsə çıxa bilər. Dinozavr sümüyünə kimi yalan da olur, dedilər buradan çıxa bilər. Çünki xüsusi gərək ekspert qrupu gəlsin, o qrup yığılsın. O qrup yığılsın, təşkil olunsun, gəlsin, oranı bir baxış keçirsinlər, burada onlar olmaz, sonra balaca kisinə, lapatka ilə nəsə baxsınlar, sonra neynəsinlər. Biz prosta başımızı tutduq ki, ayla, biz burada ümumiyyətcə heç nə çəkə bilməyiz. Elə bir variant oldu ki, biz buradan vəhşi çıxaq. Bura bizə əl vermir, yox. Çünki o qədər belə əngəllər dedilər ki, sonra amma yola gətirdik. Yola gətirdik və bizə icazə verdilər rəsmi olaraq. Biz oraya ekskavator gətirdik. Ora 3 metr dərinlikdə beton saldıq. Yəni, o qurğu 23 metrəlik vışqanı orada külək yaman tutur. Oranı aşar, Allah eləmək, altında hamımız qalarıq. Oranı yəni 4 dənə əyaq salındı orada. Armaturalarla tikildi, ora bütün beton. 3 metr hər əyağa dərinlik oldu. Yəni iş çox böyükdür. Yəni bütün Yox, o qurğu zat hamısı oradadır. Qurğu qaldı. Hər şey Yəni o orada.